Bax, karas üçün yem düzəldirəm. Göllər üçün, dayanmış göllər, təbii göl üçün və yaxud da süni göl mənlikdir, təbii göllər üçün. Öz-özünə yaranır o göllər üçün. Yəni, inşallah ki, karas yemimizi hazırlayıram. Çox effekt verir. Keçən illər mən bunu yoxlamışam. Çox qəşəng effekt verir. Qoy onu atım. Bu vanilimizi əlavə edirik çörəyin üstünə. Bu cür. Onu da nəzərdə saxlayırım ki, zavod çörəyin içərisidir. Vanili yumurtanın ancaq və ancaq ağın götürürük, sarısını istifadə edəcəyik. Şimdi görək götürə bilsək də inşallah. Bu da yumurtanın, bir dənə yumurtanın sarısı kifayət edir. Sonra Çin istehsalı olan bu yemlə və bu qaydada bunu qızardırıq. Həm çox iyilidir, həm də çox effektivdir. Yoğurandan sonra sərin xaladenlikdə 40-45 dəqiqə saxlayandan sonra götürüb istifadə edə bilərsiniz. Sağ olun, bu qədər.